Gözəl insanlar, salam, hər vaxtınız xeyir olsun. Deməli, cümlə tamamlama. Bu mövzu adətən 11-lərdə düşür, adətən. Amma az düşür. Bu isə bir balaca əlavələr var, ona görə də məcburam keçməyə. Sadə mövzudur, narahat olmayın. Adətən cümlənin şərtində belə bir şey yazır, complete the sentence. Cümləni tamamlayın. Burada cümləni tamamlayın yazmaya da bilər. Complete tamamlamaq deməkdir. Sadəcə yazar ki, düzgün variantı seçin. Fərqi yoxdur. Siz bu mövzu olduğunu hardan biləcəksiniz? Sizə bir cümlə veriləcək. O cümlənin digər yarısını, yəni digər cümlədə variantda verəcək. Okay? Yuxarıda bir cümlə, aşağıda da başqa bir cümlə görsəz, bilin ki, bu mövzudur. Bunu işləmək ən sadə yolu. İki cür düşür. Ya təyin budaq cümləsi üzərindən, ya da tamamlıq budaq cümləsi üzərindən. Təyin budaq cümləsi üzərindən olanda adətən boşluqdan əvvəl isim gəlir, əvəzlik gəlir. Yəni bu isim insandır, cansızdır. Yer, məkan, reason sözü, əvəzlik olanda those, something, nothing, answer, everything. Bax bunlar. Bu qaydanı da bilirsiniz. Deməli, burada biz insan, cansız, yer, məkan, reason sözü görsək, something, nothing, answer, everything görsək, və those görsək, what həmişə səhvdir. İnsandırsa, bunu təkrar edirik, who, whom, that, cansızdırsa, which, that, something, nothing, answer, everything, that, those'da da who, whom, who ilə whom'un arasında qaldı, əsasən who, zaman, when, məkan, where, reason'da why. Okay? Bu qaydaları tətbiq edirik. Və ən önəmli qayda nədir? Aşağıda gördüyünüz cümlələr budaq cümlədir, istəyir burada, istəyir tanrı, budaqda fərqi yoxdur. Budaq cümlədə söz sırası həmişə mübtəda plusdur. Nə? Xəbər. Yəni söz sırası həmişə budur. Bu söz sırasını dağıtdısa avtomatik səhvdir. Həmin variant səhv. Yəni xəbər mübtədan önünə keçməsin, köməkçi fe'l mübtəda xəbər olmasın, modal fe'l mübtəda xəbər olmasın. Yəni sual cümlələrin söz sırasını tətbiq eləməyin. Düşünməyin ki, burada sual işarəsi var, mən variantdan kömək verib qabağa keçməliyəm, qəti şəkildə. Bunu etməyin. Çünki sual bura verilibdir, aşağıdakı cümləyə verilmir. Burada da olsa yenə də fərqi yoxdur. Mübtəda plus xəbər axtaracaqsınız. İndi gəlin baxaq. 1. Bu insan olduğuna görə mənə huhum zət lazımdır. Tamam mı? Maşallah, burada da hu da var, zət də var, hər nəysə. Köməkçi fe'l mübtədanın önünə keçməsin. Ən vacib, ən önəmli qayda budur. Köməkçi fe'l mübtədanın önünə keçməsin, köməkçi fe'l mübtədanın önünə keçməsin, köməkçi fe'l mübtədanın önünə keçməsin. Yəni cavab olacaq B. Burada boşluqdur, yəni bağlayıcı düşüb, o dərinliyə girməm, çünki o şəkildə düşmür. Tamam mı? Gəl bu tərəfə baxaq. Bu da tanrı budaq cümləsi üzərində. Tanrı budaq cümləsi nə deməkdir? Can you tell me, sən mənə deyə bilərsən, nəyi? Və tanrının sualı gəlir, o sualı biz cümlə ilə cavab verdiyimiz üçün, yəni belə deyək, variantdakı bu cümlələr tamamlığı əvəzlədiyi üçün biz buna tanrı budaq cümləsi deyirik. Ümid edirəm ki, Azərbaycan dilindən bunu yaxşı bilirsiniz. Uzun sözün qısası, yenə də ən önəmli qayda nədir? Mübtəda plus xəbər. Yəni, köməkçi fe'l mübtədanın önünə keçməsin. Mübtəda plus xəbər axtaracaq və cavab da nədir? B. Bəzən sırf belə düşür və cavab da tez çıxır. Okay? Gələk bura. Zaman görəndə when axtarım. İnsan deyil. İsim olduğuna görə what səhvdir. Zaman olduğuna görə where səhvdir. AB arasında qaldı. Bəli, üstünlük budur. When I met you. Yəni, deyil gün, hansı gün? Nə zaman ki, mən səninlə qarşılaşdım, görüşdüm. Nəysə, A oldu. The park hara deməkdir, deyək ki, where. Hər halda zaman deyil, insan deyil. İsim olduğuna görə what səhvdir. Harada mən səninlə qarşılaşdım, hansını mən səninlə qarşılaşdım. Təbii ki, bunu götürməyəcəm, bunu götürəcəm. Film cansızdır. Zaman deyil, when səhvdir. Məkan deyil, where səhvdir. İsimdir, what səhvdir. İnsan deyil, who səhvdir. Cavab qalıb B. Hətta burada zət də verə bilərdiniz, boşluq da verə bilərdiniz. İnsandırsa, who, whom, zət olmayan variantları çıxdım, qaldı C. Something, nothing, anything, everything. Bunların hamısı çıxır, ancaq zəti seçirsiniz, hətta boşluqda verə bilərsiniz.
Reason why deməkdir, dərinliyə girmirəm. Dərinliklər sizə yox, müəllimlərin imtahanda düşür. Why'dir. İndi bura baxaq, mübtada xəbər uzlaşması. Əgər burada gələn isim ya da əvəzi təkdədirsə, mənim variantda seçdiyim, bax, bu bağlayıcıların xəbəri də nə olmalıdır? Təkdə olmalı. Yəni, bu təkdirsə, who is seç. That is seç. Cansızdırsa, which is seç. Amma cəmdədirsə, who are seç. That are seç. Cansızdırsa, məsələn, bu təkdirsə, tək xəbər yox, which is, that is. Bu cəm olsaydı, which are, that are seçərdim. Yəni, mübtada xəbər uzlaşmasının fikir vermək lazımdır. Something, nothing, anything, everything. Zətdir, amma xəbərdə tək. Bu feildir, maraqlandırmaq. Kimi, səni. Uzun sözün qısası. Feildəki s təkliyi bildirir. Bir də tək xəbərlər hansıdır? Is, was, has, does. Those cəm olduğuna görə xunun da xəbəri nə olmalıdır? Cəm. Bu qədər net. Bunu da dedik, bəli. İndi gələk tanrı budaq cümləsi. İndi baxın, bir dənə fərqə fikir verin. 3 nöqtədən əvvəl əvəzlik var, insan var, əvəzlik var, cansız var və s. və ilə axır. Bəli, orada vot səhvdir. İnsansa, huhum zət, cansızsa, vücsət və s. Amma mən baxıram ki, 3 nöqtədən əvvəl insan, cansız, bunların heç biri yoxdur. Onda bu başqa budaq cümlədir. Yəni, bu tanrı budaq cümləsi. I want to know, mən bilmək istəyirəm. Nəyi? Bax, yəni deyirəm. Mahiyyəti dərk edin. Tanrı budaq odur ki, budaq cümlə. Yəni, cümlə gəlib tanrılığa əvəzləyib. Hər nəysə, çox dərinliyə girməyək. Yəni, insan söhbəti eləmirəm. 3 nöqtədən əvvəl isim, cisim, əsr, nəsr, kəsir, Məmməd, Nəsir, insan yoxsa, sağdakı cümləyə görə hərəkət edə. Prosta bilirsiniz ki, want to know, ask, wonder ilə başlayan, ki, bunu bağlayıcılı keçdik. Want to know, hətta would like to know da olsa, to know, no yox, to know. Ask, wonder'la bir zət və bağlayıcısız. Yəni, boşluq nədir? Səhvdir. Bağlayıcısı variant səhvdir. Tamam mı? Məsələn, 3 bağlayıcısız variant olduğuna görə səhvdir. Çünki want to know, ask, wonder'la biz mütləq bağlayıcılı variant seçməliyik. Bir də zət olan səhvdir. Nə qalır? 2, 4. Ask'la yenə bağlayıcısız variant səhvdir, zət səhvdir. 2, 4. Wonder'la bağlayıcısız variant, bir də zət səhvdir. 2, 4. Bu bir qayda. 2. Birinci, yəni baş cümləm keçmişdədirsə, mən də digər cümləmi mütləq nədə verməliyəm? Keçmiş. Məsələn, can yox, could, may yox, might, will yox, would, is yox, was, are yox, were. Başqa nə verir? Have, has yox, had, fail yox, fail idi. Bu indidir. Bu da indidir. Mənə keçmiş lazımdır. Başqa var? Yoxdur. Yaxşı, bura indiki zaman olsaydı problem olmaz. Bu da keçmiş, indi, gələcək. Nə seçsən seç. Amma keçmişdirsə, sən də keçmiş seçəcəksən. Sonra, variantdakı cümlələr bitmiş zamandadırsa, present perfect əsasən də bu, sən həmin cümlənin qarşısında when, what time, how often, how long ago verə bilməyəcəksən. Bunu bağlayıcılarda və sual cümlələrində də keçdik. Onca yenə 1 ilə 3 çıxanda 2, 4 qalır. Eyni şey perfect zamanda what time, how long ago olmur. Eyni ilə how often olmur. Qalır yenə də 2, 4. While for işləmir. Çünki bu niyə deməkdir. Bu da üçün deməkdir. Niyə üçün sözü yoxdur. Əksinə nə üçün var. Yəni bir variantda why for gördünüz bu şəkildə. Yəni cümlənin sonunda for, cümlənin önündə why ya da for why desin, fərqi yoxdur, yenə də səhvdir. Bunu götürəcəyik. Burada da mübtada xəbər uzlaşmasına fikir vermək önəmlidir. Variantdakı mübtadamız, cümləmizin mübtadası, üçün şəxsin təkidi he, she, it, əlivəli, pirvəli, feil mütləq təkə görə uzlaşmalı. Is, was, has, does, feil, s. Tamam mı? Və nələr əlavə olunub? Artıq 09:44-cü saniyədən artıq nədir? Diqqətlə fikir verin. Yeni əlavə olunan mövzular. Düşmə ehtimalı çox aşağıdır. Nə tipdə düşə bilər onu deyəcəm. Yenə want to know, ask, wonder-la zət və boşluq, yəni bağlayıcı variant səhvdir.
Aska görə zət, nə bilim, yəni bağlayıcısız cümlə gəlib, görürsüz səhv. Sonra say həmişə söz önü ilə işlənir. Kiməsə demək deyəndə, kiməsə. Say to filan kəs, SMB, bu da somebody deməkdir. Somebody, yəni kimsə. Məsələn, say to me, mənə de, say to Ali, Əliyə de, say to him, ona de. Say'in də keçmişi said. Say'dən sonra söz önü verməyib birbaşa obyekt göstərsən, avtomatik nədir? Səhvdir. Tell-də isə tərsinə, tell də demək, söyləmək, kimə, SMB, somebody deməkdir. Ondan sonra mütləq obyekt gəlir, amma söz önü gəlmir. Say ilə tell bir-birinin əksidir. Məsələn, buraya yazıram. Tell Ali, Əliyə de. Amma bunu say ilə verəndə say to Ali, Əliyə de. Sən bunu belə yazsan, tell to Ali səhvdir. Say Ali, bu da səhvdir. Okay? Tell-dan sonra heç vaxt cümlə ya da zət bağlayıcısı sonra cümlə gəlmir. Başqa bağlayıcılar sonra cümlə gələr. Amma birbaşa cümlə və zət gəlmir. Sonra tell, ask, order, bunu biraz bilirsiniz əvvəldən. Warn, want, expect, advise, allow, permit, recommend, üstə gəl, obyekt görsəz, yəni tamamlıq filan kəs. Mən, sən, o, biz, siz, amma tamamlıq kimi. Ondan sonra to, fail verə bilirik. Okay? Ask me, tell me, order me, to. To, ing yox, sadə fail yox, sadəcə to. Sonra, bu to istəyən, istəməyən, orada da bəzi mövzular, yəni bir balaca əlavələr var. Orada yenə təkrar keçəcək. Suggest-dən sonra direkt feil gələndə ing qəbul edir. Recommend-dən sonra direkt feil gələndə ing qəbul edir. O təklif etdi nəyi? Going, getməyi. O tövsiyə etdi nəyi? Getməyi. Yəni birbaşa feil gələndə ing-dir. Sadə feil deyil, to deyil. Yaxşı. Suggest-də sadə feil to olmur. Recommend-də olar, problem deyil. Amma suggest-də olmaz. Amma hər ikisindən sonra direkt feil gələndə ing-dir. So, ikisindən də sonra cümlə gətirə bilərsiniz. O cümlə zətlə də bağlaya bilərsiniz, problem deyil. Amma hər ikisində gətirdiniz cümlə sadə feili xəbər, SMS heç nə olmadan, SMS olmadan, bir də should-la verərsiniz. Hər ikisində də sadə feili xəbər should-la verə bilərsiniz. İndi onu göstərəcəm. Məsələn, he suggested that we go. Əslində, she go da düzdür, he go da düzdür. S verilmir. Buna subjunctive deyilir. Bu şəkildə düşərmi? Düşər. Məsələn, indi testlərdə görəcəksiniz. Yazar he suggested. Variantda yazar 1, 2, 3, 4. Atıram we go. We should go. Bir də going. Üçü də düzdür. Okay? Hətta burada he də versə, yenə də düzdür. Çünki böyütmə we, you, they, ayla verəcək. Okay? Suggest feili təklif eləmək demək. Suggest-dən sonra heç vaxt obyekt mənə, sənə, ona deyib, sonra to-lu feil, to-suz feil, ing-li feil göstərə bilmərsiniz. O mənə təklif elədi, getməyi Azərbaycan dilində mümkündür, amma ingilis dilində mümkün deyil. Heç özündən də sonra sadə feil və to-lu feil istəmir. Direkt özündən direkt sonra feil gələrsə, ing qəbul edəcək. Ing yoxdursa, səhvdir. Recommend-də də sadə feil should dedi, amma recommend-dən sonra obyekt gəlib to göstərə bilərsiniz. Recommend-i inşallah vaxtı gəndə o feillərin içində deyəcəm. Bundan sonra direkt feil gətirəndə ing verə bilərsiniz. Əslində to da olur, amma nəysə dim ing ilə səfərlərimizə götürür. Bu qədər net. Bunları əzbərləyiz. Bunlar yenilər. Və essential, non-essential. Bunlar fərqli adlar var. Restrictive, non-restrictive, defining, non-defining və s. və ilax. Yəni bu imtihana inanmıram gələr. Düşsə də belə, çox sadədir. Niyə sadədir? 4 dənə cümlə verəcək, deyəcək seç içindən. Ya da 5 dənə. İnşallah fikir verin. Vergüllü. Bunlar təyin budaq cümlədir. Adjective clause təyin budaqdır. Vergüllüdürsə, bu non-essentialdır. Yaşıl rəng ona görə vermişəm. Vergülsüzdürsə, essential. Yəni 1 ilə 2 essentialdır, 3 ilə 4 non-essentialdır. Bu qədər net. 1 ilə 2 non-essentialdır, 3 ilə 4 essential. Yəni burada başqa heç bir fikirləşmə ehtiyac yoxdur. Tamam mı?
Dördür də vergül versəydi, deyərdi ki, düzgün olanı seç, o başqa məsələ. O da sizə düşmür. Sizə qrammatika çox sadədir, amma bunu dərinliyə keçən müəllimlər var. Ehtiyac yoxdur o dərinliyə. Onu müəllimlərin MİQ imtahanı hazırlığında keçmək oluyor sertifikasiya. Yaxşı, ehtiyac yoxdur. Bura qədər qəşəng oxuyursunuz. Kitabınızda nə varsa ona uyğun yazmışam. Əlavə heç nə yoxdur. Əzbərləyirsiniz, qəşəng öyrənirsiniz. Daha da yaxşı başa düşmək üçün testlərin video izahına baxırsınız. O izahı da indi çəkirəm hələlik.